Dərman bahalaşması xərçəng xəstələrini ölüm həddinə çatdırıb. Günaz TV-nin məlumatına görə xərçəng dərmanlarının qiymətinin kəskin artması və bəzi idxal dərmanlarının geniş şəkildə çatışmaması İranda xərçəng xəstələrini ciddi böhranla üz-üzə qoyub. Həkimlərin sözlərinə görə bu vəziyyət minlərlə xəstənin həyatını təhlükə altına salır. Qlobal Xərçəng Rəsədxanasının hesabatına əsasən İranda 2022-ci ildə 137 mindən çox yeni xərçəng xəstəliyi qeydə alınıb və 87 mindən çox insan bu xəstəlik səbəbindən həyatını itirib. Mədə xərçəngi ölkədə ən geniş yayılan xərçəng növü olaraq qalır. Səhiyyə sahəsinin mütəxəssisləri bildirirlər ki, son aylarda xərçəng müalicəsinin xərcləri görünməmiş səviyyədə artıb və kimyaterapiya ilə hədəfli dərmanların bir çoxu ailələrin böyük hissəsi üçün əl çatmaz olub. Məlumata görə bəzi xəstələr maddi imkansızlıq səbəbindən müalicəni dayandırmağa və ya daha ucuz, təsiri zəif olan dərmanlardan istifadə etməyə məcbur qalıblar. Bəzi ailələr isə müalicə xərclərini qarşılamaq üçün qızıl, avtomobil və hətta evlərini satıblar. Davam edirik. İran təhlükəsizlik məmurları mayın 11-də Sistan və Bəlucistan əyalətinin İran şəhər bölgəsində minik avtomobilinə atəş açıb. Bu barədə Bəlucistan İnsan Hüquqları Sənədləşmə Şəbəkəsi məlumat yayıb. Məlumata görə atəş nəticəsində avtomobildə olan Əbdülhəlim Həmli, Nasir Həmli, Macid Həmli və Mansur Cammali yerindəcə həlak olublar. Məmurların öncədən xəbərdarlıq etmədən avtomobilə atəş açdıqları bildirilib. Bugün səhər saatlarında İranda Əbdülcəlil Şəhbəxş adlı etnik bəluç edam edilib. Bu barədə İranın Mizan saytı məlumat yayıb. Onun etnik bəluçların Ənsar Əl-Furqan silahlı qruplaşmasının üzvü olduğu bildirilib. Şəhbəxşin ölkənin şərq bölgəsində polis bölməsinə silahlı hücumda iştirak etdiyi qeyd olunub. Seyid Müçtəbə Xamneyinin İslam Respublikasının 3-cü lideri seçilməsi ilahi hərəkət idi və bu prosesə İmam Zamanın rəhbərlik etdiyinin şahidi olduq. Bunu İran Ekspertlər Məclisinin üzvü Möhsün Əraki kimi tanınan Möhsün Məhəmmədi Əraki deyib. Yeni liderin seçilməsi müharibə, təhdidlər və şiddətli xarici təzyiq şəraitində həyata keçirildi. Düşmənlər Ekspertlər Məclisinin toplanmasının qarşısını almaq üçün çox çalışdılar. Ancaq biz lideri tamamilə ilahi şəraitdə seçməyə müvəffəq olduq deyə o əlavə edib. Qeyd edək ki, ABŞ və İsrailin hücumu nəticəsində İranın keçmiş rəhbəri Əli Xamneyi fevralın 28-də öldürüldükdən sonra martın 9-da onun oğlu Müçtəbə Xamneyi yeni rəhbər seçilib. Qalibov ABŞ-ni ardıcıl məğlubiyyətlərlə hədələyib. Günaz TV-nin məlumatına görə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibov Donald Trumpın İranın ABŞ ilə razılaşma təkliflərindən narazı qalmasına cavab olaraq Vaşinqtonun İran hakimiyyətinin 14 maddəlik planını qəbul etməkdən başqa yolu olmadığını iddia edib. Qalibov bazar ertəsi axşamı X sosial şəbəkəsində ingilis dilində paylaşdığı mesajda yazıb. İran xalqının hüquqlarının 14 maddəlik planda göstərildiyi şəkildə qəbul edilməsindən başqa heç bir həll yolu yoxdur. O həmçinin xəbərdarlıq edib. Başqa hər hansı yanaşma tamamilə nəticəsiz olacaq. Ardıcıl məğlubiyyətlərdən başqa heç nə gətirməyəcək. İran parlamentinin sədri daha sonra ABŞ rəsmilərini təhdid edərək bildirib. Nə qədər çox geciksələr, Amerika vergi ödəyicilərinin üzərinə düşən yük bir o qədər ağır olacaq. Qalibov Donald Trumpın İranın yeni təkliflərindən yenidən narazılığını ifadə etməsindən bir neçə saat sonra paylaşdığı başqa mesajda İran hakimiyyətinin bütün variantlara hazır olduğunu da bildirib. ABŞ prezidenti Donald Trump isə bazar ertəsi Ağ Evdə İranın müharibənin sona çatması üçün təqdim etdiyi yeni təklifləri axmaqça adlandırıb. ABŞ prezidenti Donald Trump İranın təklifini qəbul edilməz adlandırıb və Tehranla bağlı konkret planının olduğunu bildirib. O bunu Ağ Evdə çıxışı zamanı deyib. İranın təklifi qəbul edilməzdir. Mənim İranla bağlı planım var deyə ABŞ lideri bildirib. Trump onun strategiyasının mövcudluğunu şübhə altına alanlara isə sərt cavab verib. Çoxları deyir, onun planı varmı? Əlbəttə ki, mənim planım var. Mənim indiyənə qədər ki, ən yaxşı planım var. Trump vurğulayıb ki, təzyiq altında deyil və geri çəkilmək niyyəti yoxdur. Onlar düşünürlər ki, mən yorulacağam, bezəcəyəm və ya təzyiq altında qalacağam, amma heç bir təzyiq yoxdur. Trump ABŞ-nin nəticə əldə edəcəyini qeyd edib. Biz tam qələbə qazanacağıq. Hətta nəzəri olaraq artıq hərbi baxımdan da tam qələbə qazanmışıq.
Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump getdikcə İrana qarşı tam miqyaslı hərbi əməliyyatı yenidən başlatmağı düşünür. Bu iddia ilə CNN telekanalı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb. Məlumata görə Trump Hörmüz boğazının bağlı qalmasının davam etməsi, eləcə də İranın Vaşinqtona əhəmiyyətli güzəştlər etməkdən imtina etməsi ilə bağlı getdikcə səbrini itirir. ABŞ administrasiyasının rəhbəri bunu İran hakimiyyəti daxilində iddia edilən fikir ayrılıqları ilə əlaqələndirir. Xəbərlərimiz davam edir. Bağdad və Tehran təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək və sərhəd bölgələrində silahlı qrupların hərəkətinin qarşısını almaq üçün əlavə tədbirlər görmək barədə razılığa gəliblər. Bu barədə İraq Baş Nazirinin Milli Təhlükəsizlik Müşaviri Qasım Əl-Ərəcinin mətbuat xidmətinin açıqlamasında bildirilib. Razılaşmalar İraq və İran Ali Təhlükəsizlik Komitəsinin Bağdadda keçirilən iclasından sonra əldə edilib. Tərəflər birgə koordinasiyanın gücləndirilməsinin, sərhəd nəzarətinin möhkəmləndirilməsinin və fəaliyyətləri İraq, İran və bütün regionun təhlükəsizliyinə təhdid yarada biləcək terrorçu və silahlı qrupların ölkəyə daxil olmasının qarşısının alınmasının vacibliyini vurğulayıblar. Bəyanata görə İran tərəfi Bağdad İraq Kürdistanının Muxtar bölgəsində yerləşən bir neçə İran silahlı qrupunun fəaliyyəti ilə bağlı məlumat çatdırıb. Müzakirələrdən sonra tərəflər bu məsələni hərtərəfli həll etmək üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəliblər. İran İnqilab Keşikçiləri Korpusunun dəniz qüvvələrinin yüksək vəzifəli rəsmisi bildirib ki, Tehran regiondakı hadisələri yaxından izləyir və öz maraqlarının pozulmasına imkan verməyəcək. Bu barədə çərşənbə axşamı dövlət mediası məlumat yayıb. Sepah Hərbi Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə müavini Məhəmməd Əkbərzadə deyib ki, İran silahlı qüvvələri Hörmüz boğazında və ətrafında baş verən hərəkətləri izləyir və təxribat hesab etdiyi addımlara cavab verməyə hazırdır. İran İslam Respublikası regiondakı hərəkətləri dəqiqlik və qətiyyətli izləyir və öz sularına və maraqlarına hər hansı müdaxiləyə imkan verməyəcək deyə Əkbərzadə televiziya ilə yayımlanan çıxışında bildirib. Əkbərzadə həmçinin qeyd edib ki, İran dünya neft daşımalarının əsas marşrutlarından biri olan Hörmüz boğazına dair daha geniş strateji yanaşma qəbul edib və ölkənin dəniz qüvvələri bölgədə aktiv fəaliyyətini davam etdirir. Qeyd edək ki, Hörmüz boğazı beynəlxalq sulara daxildir və İranın daxili suları hesab edilmir. Yaponiya, Hörmüz boğazında çoxmillətli missiyaya hazırlıqlara həsr olunmuş müdafiə nazirlərinin onlayn görüşündə iştirak edəcək. Bu haqda Yaponiyanın müdafiə naziri mediaya açıqlamasına bildirib. Onun sözlərinə görə görüş bugün Böyük Britaniya və Fransanın təşəbbüsü ilə onlayn keçiriləcək. Orada dünyanın ən vacib dəniz dəhlizlərindən birində naviqasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunacaq. Koudzomi qeyd edib ki, Hörmüz boğazı qlobal logistika üçün strateji əhəmiyyətə malikdir. Buna görə də nazir vurğulayıb ki, beynəlxalq ictimaiyyət regionda sabitliyin bərpası üçün səylərini sürətləndirməli və gəmilərin sərbəst və təhlükəsiz keçidini təmin etməlidir. Yaponiya Müdafiə Nazirliyinin rəhbəri əlavə edib ki, həmkarları ilə dəniz nəqliyyatının qorunmasına və beynəlxalq ticarət üçün risklərin azaldılmasına yönəlmiş konkret tədbirləri müzakirə etmək niyyətindədir. İsrail hava hücumundan müdafiəni təmin etmək üçün Birləşmiş Ərəb Əmirlikləri dəmir qübbə bateriyası və şəxsi heyət göndərib. Bunu ABŞ-nin İsraildəki səfiri Mike Huckabee bildirib. Huckabee bu açıqlamaları Təl-Əvivdə keçirilən tədbirdə səsləndirib, lakin əlavə təfərrüat verməyib. İsrail və Birləşmiş Ərəb Əmirlikləri məsələ ilə bağlı dərhal şərh verməyiblər. Dəmir qübbə, raket və pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulmuş İsrailin qısa mənzilli hava hücumundan müdafiə sistemidir.